Alo, Xavər xanım da, salam. əyləşin başına. Sizlə görüşmək istəyən var. Başa düşmədim. Siz kimsiz ki? Hər şeyi öyrənəcəksiniz. Əyləşin. Alo. Salam. Hə, necəsən? Bura bax. O otel tikmək istədiyim yer var ha. Orada bəbirdən qalma bir bağ var. Hə. Onu söymək lazımdır. Bəbir müəllim, onu yoldaşı Xavər xanıma bağışlayıb. Onunla danışmaq lazımdır. Yaxşı, indi neynəməliyəm? Neynəmək lazımdır, hə? Danışaq, təklif edəcəyi məbləğ desin, biz də baxaq. Ha, onda danışaq da. Bilsən, Qədir belə şeylərdən uzaqdır. Hə. Deyəsən, oranı da əldən çıxardacaq. Hə, yox, o ağıllı adam olsaydı, o yeri məndən qabaq götürərdi. Hə. Həm də o ailəyə yaxındır da. Tanıyır ailəni. Hə, neynək? Yeməyən pahan yiyərlər. Hə, torpaq mənə lazımdır, Qədirə yox. Yaxşı, yaxşı. Danışarıq, yaxşı. Oldu, öpdüm. Canım çıxdı, gəl ürəyim. Ay Muaz, mən hələ belə şey görməmişəm, otur. Bir çamadan pulu belə qoydu qabağıma. Dedi, iş görək. Mən çox təklif görmüşəm ha, hələ beləsini görməmişdim. Nağd idi. Mənə bax, nə cavab verdin? Nə deyəcəm ha, dedim, yox, istəmir. Cahangir, mən səni başa düşə bilmirəm. Bax, bu Qədirgil sənin nəyin olasıdır? Dostun deyil, qardaşın deyil, heç nəyindir. Yeri gələndə səni bu işdən qovmayıb bu adamlar. Hə? Orası elədi. Amma daha mən qutarmışam da o əyri-üyrü işlərlə də. İstəmirəm. Bundan sonra öz yolumla gedəcəm. Yaxşı, konkret indi bu adam səndən nə istəyir? O, hər şey. Şirkətə girən çıxan maşınların nömrəsinə qədər. İşlədiyimiz şirkətlərlə, adi mismar aldığımız fabrikin ünvanına qədər, adına qədər. Hər şeylə yəni, bildiyim bütün detalları istəyir adam. Yəqin Qədiri vurmaq üçün boşluq axtarır da. Belədir ki, sənin itirəcəyin nəyimsə var. Onsuz da səni atıblar da işdən çölə. Mən onsuz da xarab adamam, sən də mən laf qızışdırırsan. Bir də ki, mən boş dayanıram şeyim ha. Mən yetim ilə işləyirəm də, pul qazanıram da onsuz da. Amma legal. Onsuz da çıxıb gedirik də, burada nə qalacaq ki? Ay Cahangir, valla o nisiyə söhbətdir. Heç bilmirik, alınacaq, alınmayacaq, o riskli işdir. Amma bu dediyin var ha, bu 100%'lik işdir də. Bir çamadan pul. Görəsən o pullar həqiqi pullardır. Cahangir'in qadın variantı oturub qabağımda. Hə. Yo, Zöhrəbin işi gücü qusarıb saxta pul qoyacaq qabağıma. Tanımırsan, ne olar sən? Cahangir, deyirəm ki, məncə bu fürsətdir ha, özü gəlib bax çıxıb sənin qabağıma. Vallahi sən bu fürsəti əldən buraxma, razılaş.
Razılaş, sonra çıxaq gedək harda istəyirsən, hansı ölkədə istəyirsən, şəraitimizi qurub yaşayaq da. Bundan yaxşı nə istəyirsən ki? Çox baxırsan adamı qatil eləyərsən. Hı? Yox, Emma, yox. Yox, bəsdir də, həvəsdir, bəsdir. Emma gözümün qabağına gəlir o pullar. Tər basır, Emmənin nəfəsini daralır. Xoş gəldiniz, Xavər xanım. Bu nədir? Dolamısınız məni? Əstağfurullah. Sizin kimi gözəl xanımla ilk görüşə əl-boş gəlmək istəmədim. Nə istəyirsiniz məndən? Bax, əgər telefonu üzümə bağlamasaydınız, nə istədiyimi biləcəydiniz. Mən başa düşə bilmirəm, bu nə deməkdir? Kimisə məcburi maşına mindirib bura gətirmək. Sizinlə görüşmək üçün başqa bir imkanım olmadı. Bilirsiniz də, mənim yasım var. Uşaqlarımın atasını təzə torpağa tapşırmışıq. Bilirəm, Allah rəhmət eləsin. Dəfnə mən də gələcəkdim. Amma sonra işim çıxdı, gələ bilmədim. Amma sonra fikirləşdim ki, iş gözləyər. Mütləq sizinlə görüşməliyəm. Hər halda başsağlığı vermək üçün bura çağırmamısınız da məni. Düz düşünürsünüz. Yox. Ölən öldü, getdi. Dirilər üçün həyat davam eləyir. Bax, mənim üçün maraqlıdır. Belə gözəl bir xanımın əri niyə intihar eləsin? Nə istəyirsiniz məndən? Bəbirdən qalan hər şeyi. Hər şeyi. Uşaqlar, sizə təzə bir xəbər deyəcəm. Seyrab istirahət mərkəzi tikmək istəyir. Onun olacağı torpaqda da Bəbirin bağ evi var. Və Nasim dayı, Cöhrabın mühəndisi mənim qrup yoldaşımdır. Münasibətimiz də əladır. Deyir ki, həmən ərazilərdəki ev yiyələrinin hamısı ilə razılaşıb, bir dənə qalıb Bəbirin yeri. Oranı da ala bilsə tikintini başlayacaq. Hə, onda yəqin bunun ailəsi ilə danışıb razılaşarlar, oranı da alarlar. Görək də, ümid edirəm ki, bir problem olmaz. Mən başa düşə bilmirəm, Nasim dayı. Bunun belə imkanı varsa, bu qədər biznesi zat varsa, indi də deyirsən istirahət mərkəzi tikir. Getsin, rəhd olsun, işləri ilə məşğul olsun da. Bizim şirkətdən nə istəyir bu? Mən Söhrabı araşdırmışam. Deməli, o orada kiçik səhmlər görür, onu alır. Ümid edir ki, həmin səhmləri böyüdəcək, çoxaldacaq. Bir sözlə, harada açıq qapı gördü, gedib orada kök salır. Hə, demək istəyirsən ki, onda güya sonda bizim şirkətə də nəsə... Yox, eləməz. 100%. Çətini onun üçün bu şirkətə yol tapmaq idi. Bu yolu da sağ olsun, Bəbir ona satıb. Elədirsə onda heç mən inanmıram ki, Bəbir öz xoşu ilə buna satsın. Ya, bu belə adamdır, sonda Bəbir də nəyinəsə şantajzad eləyib, qorxudub, kesirdi bəli. Ona görə də uşaqlar, düşmənimiz bəllidir. Biraz ehtiyatlı olmaq lazımdır. Heç kim bizə heç nə eləyə bilməz Nasimdə. Qədir, bax bu saat o səndən çəkinir. Çünki qorxusuz adamları xoşlamır.
Amma müəyyən vaxt keçəndən sonra elə hoqqalar çıxardacaq ki, biz bəbiri çıraqla axtaracağıq. Ona görə uşaqlar, biz ehtiyatımızı tutmalıyıq. Yaxşı? Bir sözünüz yoxdursa, iclasımızı yekunlaşdıraq. Onda iclasımızı bağlı elan edək. Yaxşı, tamam. Biz... Qədir, apar bu dəqiqə sal mənə ambara. Kömək elə mənə. Nə olub, salamatçılıqla? Mən çöldə qala bilmərəm, başa düşürsən məni. Nə olar, qurban olum, apar məni sal ambara. Əlimi ayağımı da bağla, çıxa bilməyim oradan. Seyran, səbirli ol, heç olmazsa sabah 3'ü yola verin. Yox, gözləyə bilmərəm, 300 adı gözləyə bilmərəm mən. Bilirəm də, özümü bilirəm, xasiyyətimi bilirəm. Çöldə qalsam gedib nəsə tapıb eləyəcəm. Nə olar, qurban olum, apar məni sal ambara. Kömək elə sağalım Qədir. Qədir, firan itirirəm mən. Nə olar, bu mənim axırıncı şansımdır. Kömək elə, qurban olum, yalvarıram, kömək elə sağalım. Sağalt məni. İtirirəm firanı. Bu dəfə sondur, axırıncı şansımdır mənim. Siz nə danışırsınız? Nə demək istədiyinizi mən başa düşmürəm. Burada başa düşməli bir şey yoxdur, Xavər xanım. Bilirsiniz, Bəbirdən sizdə qalan 10 sot bağ yeri mənim tikinti apardığım əraziyə düşür. Mən istəyirəm ki, o bağ yerini mənə satasınız. Mənim bağzat satmaq fikrim yoxdur. O yerin dəyəri 150-160 mindir. Fikirləşin, mən sizə 300 min təklif edirəm. Bəbiri biz təzə dəfn eləmişik. Gəlib burada məndən bağ istəyirsiniz. Başa düşürəm sizi. Amma bu biznes məsələsidir, Xavər xanım. Biznes gözləmir. Bəbirdən qalan heç nəyə satmıram. Bilirsiniz ki, Bəbir şirkətdə qalan hissəsini mənə satıb? Hə, sənədlər məndədir. Mən sənədləri Qədirə və oğlunuza göstərmişəm. Bəbir necə belə şey eləyə bilər axı? Bilmirəm. Sadəcə dedi ki, borca düşmüşəm və şirkətin qalan hissəsi mənə satdı. Əgər yadınızdadırsa, birinci dəfə də borca düşəndə şirkəti satmışdı. Amma onda mənə yox, düşmənlərinizə. Yəqin ki, bu dəfə fikirləşib. Qalan hissəni yada qismət olmasın deyə mənə satıb, çünki münasibətimiz yaxşı idi. Siz indi bu dəqiqə cavab verməyə bilərsiniz. Amma hər halda təklifi dəyərləndirin, bu barədə fikirləşin. Sözünüz bitdisə mən gedim. Buyurun. Amma gözləyin deyim, uşaqlar sizi yaparsın. Ehtiyac yoxdur. Xavər xanım, gülünüz. Rəhmətliyin əcəb zövqü varmış. Amma heyf. Ağlı yoxdur. Bilirsən biz Elçinlə nə qədər dərdləşmişik? Bilirsən Elçin nə qədər səndən danışıb mənə?
Amma sən bilirdin Elçin səni sevir. Bilirdin Fira, cavab ver. Bilə-bilə Elçinlə dostluq eləmisən Fira? Hələ siz görüşmüsünüz. Bir yerdə dərdləşmisiniz, bəlkə məndən danışmısınız. Seyran, bəsdir! Bəsdir, niyə üstümə düşürsən? Sən ümumiyyətlə bilirdin Fira hardadır? Sənin elədiyin hərəkətin adı bilirsən nədir? Seyran, sakitləş. Çək əlbi. Bilirsən Fira? Fira, nə halda olduğunu təsəvvür edirəm. Axşam gəl kafeyə görüşək, xahiş edirəm. Mütləq gəl, çox vacibdir. Bəlkə də bu gün bizim axırıncı görüşümüz olacaq. Yox, başım qaynatmır. Yox, sən necə istəyə bilərsən məndən belə şeyi? Ay sənə qurban, niyə əsəbləşirsən ki? Bir qulaq as gör nə deyirəm. Mən ailəmizin gələcəyini fikirləşib belə danışıram. Deyirsən ki, pulun var, yaxşı, özü ki çoxdur. İndi bir düşün də, bax, getdi hansısa bir xarici ölkə, düzdür? Orada ev almalıyıq, Təbii. ev alacağıq. Dolanışığımız var, uşağın müalicəsi var. Qalan pulla bax, yerbəyer olduq, elədik. Pulun yarısı getdi, getdi. Əlində qalan pulla da deyəcəksən ki, iş qurmalıyım, mütləq iş qurmalısan. Çünki biz iş olmasa orada necə dolanacağıq? İndi bu məsələdə biraz risklidir. Sən elə bilmirsən, o qurduğun iş alınacaq, tutacaq, tutmayacaq. Bildim, Allahın işidir də alınmadı. Əlində olan qalan pulun da belə çıxdı, getdi. Ay qızarın xeyri aç. İndi bu adam ki deyirsən, sənə pul təklif eləyir. Bax, bu pul elə düşün ki, sənin gələcəyinin təminatıdır. Deyirsən, amma deyirsən. Bu Nasim də elə belə adam deyil, boş adam deyil. Böyük adamdır da, bildiyin. Taparlar mənə. Düz deyil, mən qorxaq adam deyiləm. Amma yenə də nə gərək var, varımızdır da bu. Mən belə başa düşdüm ki, bu Nasim səndən güclüdür. Onu demək ki. Yox, qurban olum, bir axıra qədər qulaq as. Nasim səndən güclüdürsə, deməli Zöhrab Nasimdən də güclüdür. Əşi, sən də keç güclünün tərəfində ol da. İndi bu dəqiqə Nasim sevinir ki, Cahangiri əzdik, atdıq işdən bayra, getdi. Sən də əli qolu bağlı oturma da. Sən də bu işlə razılaş, puluvu qazan, həm də onlardan heyfi çıx. Nəyi pisdir bunu? Seyranın vəziyyəti necədir? Seyran vəziyyəti qəlizdir, dayı. Amma niyəsə mən o uşağa inanıram. İnanıram ki, bilsən, indi səbəbləri daha böyükdür. Sağalmaq üçün, həyata qayıtmaq üçün. Sənə nə olub? Niyə qanın qaradı? Hə, yox. Biraz narahatam. Nədən? O Zöhrab məsələsinə görə. Dayı, ən azından indi sakitçilikdir də. Ən azından bu adam indi heç nə eləmir. Hə, fırtına qabağı sakitlik. Mən hər zaman ondan zərbə gözləyirəm. Amma bilmirəm hardan vuracaq. Dayı, sən müdrik adamsan. Sən nəsə narahatsansa, mən inanıram ki, doğrudan narahat olunması nəsə var.
Amma dediyim kimi indi sakitçilikdir. İndi oturub belə fikirləşməkdənsə, deyirəm bəlkə bu Sultanla Ülkərin məsələsinin, bu xeyir işi, bu sakitçilikdən istifadə eləyək. Ya? Düz deyirsən. Sakitlikdən istifadə eləmək lazımdır. Bu xeyir işi yola vermək lazımdır. İnşallah. Sonrası da Allah kərimdir. Amma Sultanı da mütləq xəbər eləmək lazımdır. Deyəcəm, özüm deyəcəm, narahat olma. Xəbər? Necəsən? Çox sağ ol, yaxşı olasan. Səndən bir şey soruşmaq istəyirdim. Bu tikinti sektorunda bir nəfər Zöhrab adında adam. Tanımırsan onu? Zöhrab. Hə, tanıyıram. Nə olub ki? Bayaq onunla görüşmüşəm. Daha doğrusu görüşə məcbur eləyiblər. Yaxşısan, bir şey olmayıb ki. Hə, narahat olma. Hardasan, yerini de, mən gəlim. Gəldim. Öldü ne daimən? Daiməndən adam olmaz. Bayaqdan hamı sizi soruşur. Bilmirəm da cəmaatı mən nə deyim. İndi yaxşı Seyranla Xavər evdə yoxdur. Sən ki evdəsən. Denən ki, halı yoxdur da uzanıb. Çıxıb bir görüşərdin də, heç olmaz bir salam melek eləyərdin, ayıbdır axı. Lətifə, sən Qumrunun nömrəsini atmışdın mənə yadında. Hə, Silinib məndə. Qalıb səndə. hə, qalıb, neynirsən ki? Atarsan onu mənə. Neynirsən ki sən Qumrunun nömrəsini? Daha yatonu da yoxdur. Neyvə lazımdır Qumrunun nömrəsi? Lətifə, sənə dedim ki, nömrəni mənə at. Özdə anama da heç nə demirsən. Az Xavər öldürər məni. Ne danışırsan? Zöhrə dalınca adam göndərmişdi. Hə, Bəs onda niyə mindin maşına? Bəlkə aparıb səni öldürəydi. Nasim necə minməydim o maşına? Gətirib qabağımda maşını saxlayıb. Minməsəydim məcbur eləyəcəkdilər də onsuz da. Alçağın işinə bax. Özünü nə sayır bu adam? Yaxşı, nə istəyirdi səndən? Deyir ki, sənin bağın mənim tikəcəyim istirahət mərkəzinin ərazisinə düşür. Bağı mənə sat. Sən nə dedin? Razılaşmadım. Bilməm, dedi fikirləş də. Nəyə fikirləşəcəksən? 2 qat pulunu verir. Xəbər. Bağı satmağa razı olma. O çox təhlükəli adamdır. Bizim şirkətə də gəlmişdi. Bəbirin öz hissələrini... Bilirəm, dedi mənə. Mən bu bağ məsələsini bugün öyrənmişdim. Özdə eşitdiyimə görə orada qanunsuz işlərlə məşğul olmaq istəyir. Otel tikmək adı ilə bu da narkotik dövriyyəsini işə salmaq istəyir. Nə danışırsan? Hə, təsəvvür edirsən. Bax, Seyran kimi cavanları zəhərləyəcək orada. Yox, 5 qat da versə satmaram. Ay, sağ ol. Bitdi. Sən o adamı məndən soruş. Bax, onun üçün müqəddəs heç nə yoxdur. Özün təsəvvür elə. Qədirin qızını uğramışdı. Şantaj eləyirdi onu. Amma sağ olsun Qədir də onun cavabını əməlli başda verdi. Düzdür, onun quyruğunu bastaladı. İndi o da bizdən hayıb çıxmaq istəyir. Elə o alçaq bizdən nə cür hayıb çıxacaq? Nasim, sənin üçün narahatam mən. Mənə görə? Niyə?
Baxma da neçə illərdir tanışıq, uşaqlığımız bir yerdə keçib. Səndən bir söz soruşmaq istəyirəm. Yadındadır o Nigar vurulan gün. Bəbir də üstüvə silah çəkmişdi. Hə. Orada Bəbir bir söz dedi. Orada çox şey dedin, yadında deyil. Nə bilim, o dedi ki, bilirəm, sənin xavərdə o vaxt gözün var. Nəsə belə bir şey dedi. Hə, çox qarışıq məsələdir. Bəbirlə nə incəliyin olub sənin? Xəbər. Bəbir ölüb gedib dayı, söhbəti dayı qaldırmıyor da. Nasim, xahiş edirəm də, mənim də bilmək haqqım var ya, yox. Bilirsən də, mən neçə il içəridə yatmışam. Bilirəm. Bəbirin elədiyi cinayətə görə türmədə yatmışam. Bəbir nə cinayət eləyib ki? Bəbir öz ögey atasını öldürmüşdü. Çok gözletmedim ki. Mən səni ömür boyu gözləyirəm. Teatrda məndən soruşurlar ki, toy nə vaxtdı? Mən də heç nə deyə bilmirəm. Yəqin indi atamın başı qarışıqdır. Bəbirin yasına görə. Toy eləmək ayında olmaz. Yox. Bəbir sənin atava ilə yaxşı dost olmayıb ki, onun yasını saxlasın. Narahat olma, danışarıq ondan. Ən tez vaxtda əldə olunacaq. Heç kim istəməz ki, bu söhbət uzansın. Mən də istəmirəm uzansın, çünki narahat olun, nəsə bir tərslik çıxar deyə. O dəqiqədə ağla pis şeylər gətirmə də. Nə bilim, arada atanın danışığını eşidirəm telefonla evdə. İşçilərinə deyir, gözünüz açıq olsun, ayıq olun. Nəsə problem yaşamır işdə. Düzün deməm. Əslində yaşayır. Amma sən fikirləşdiyin kimi bir təhlükəli bir vəziyyət yoxdur, narahat olma. Dəqiq? Hə, sağ-salamat toyumuzu yola verəcəyik. İnşallah. İnşallah. Sən nə danışırsan? Bəbir ögey atasını necə öldürə bilər axı? O kişi ona çox zülm verirdi. Döyürdü, söyürdü, təhqir eləyirdi. Axırda da bir gün dözmədi. Gəldim, gördüm, güllə ilə vurub onu. Mən gələndə biz ikimiz idik yalnız. Yalvardı, yaxardı ki, bəs mən ona görə türmədə yata bilmərəm. Dedi ki, mən orada səni tək qoymaram. Səni kömək eləyəcəyim. Tək ki, günaha götür öz boynuna. Səndən belə şeyi necə istəyə bilər axı o? İstədi. Amma sözünün üstündə durmadı. Mən orada türmədə tək qaldım. Orada azadlıqda öz keyfini çəkdi. Ağlıma
Sığışdıra bilmirəm. İnsan nə qədər belə alçaq ola bilər axı. Xavər. Sən ona nifrət eləyirsən deyə mən bu söhbəti salmadım. Mən bu söhbəti eləmək istəmirdim, danışmaq istəmirdim. Neçə il bir yastığa baş qoyduğum adamı tanımamışam. Bəbirə görə bütün həyatım məhv oldu. Kaş bunu mənə əvvəldən deyəydin, kaş bunu mən əvvəldən öyrənə biləydim. Nə deyəydim sənə? Sənin ailən vardı, bağların vardı. Deyib səni incitməyəcəkdim ki. Ürəyim sıxıldı. Ay Nasim, kaş onu fikirləşincə bir özünü də fikirləşəydin. Sən o bu deyilsən. Mən sənə görə ölmədə yatmışdım. Sən xoşbəxt olasan deyə. O vaxt kömək üçün mənə yalvaranda dedi ki, Xavərlə danışmışam. Onun razılığını almışam. Dedi ki, Xavərin də ürəyi məndədir. Dedi ki, o qızı gözü yaşlı qoyub türməyə gedə bilmərəm. Elə bu söz bəs elədi ki, gözümü yumub həyatımı qaraldım. Nasim, sən neynəmsən? Amma deyə bilmədim ki, mənim ürəyim səndəymiş. Sonra neçə illər keçəndən sonra sənin yanında mənim üstümə silah çəkəndə öyrəndim ki, o bunu elə o vaxt bilirmiş. Mən deməyə söz tapmıram. İndi hansısa bir sözün köməyi olacaqmı? Eşitdiklərimdən sonra mən çətin özümə gəlim. Mən gedim, evə başsağlığına gələnlər var. Sağ ol. Saat gör neçədir. Hardasan ay qız? Gəl çıx da, bir yaxdan hamı səni soruşur. Ayıb deyə. Da bilmirəm 15 dənə bəhanə gətirmişəm da cəmaata. Nə bilim, bayaqdan o qədər şey oldu ki, kimsə var? Yox, da kimin üzünə otursunlar? Övgəsi evdə yox. Mənim üzümə oturmayacaqlar ki. Çıxdılar, getdilər də. Quzum da çıxmadı bayra onların yanına. İçəridə Nigar? Yox, çıxdı, getdi. Hara? Mənə bərk-bərk tapşırıb ki, mən səni deməyim. Amma mən deməyə bilmərəm sənə. Nə olur? Mən səndən gizlədə bilmərəm heç nəyi. Asa heç nə də gəldi, mənə dedi ki, Qumru'nun nömrəsini ver mənə. Mən də dedim ki, yox da, verə bilmərəm, Xavər məni öldürər. Nə qədər elədim, dəxli olmadı da, elə dedi ki, ver mənə nömrəni və salam da. Demə ki, verdim. Az neyiniyim, duvara dirəmişdi məni. Nə danışdı Qumru ilə? Dalaşmadılar telefonda. Görüş təyin elədi, getdi oyuna görüşməyə. Sən də qəribə adamsan. Deyərdin ki, yoxdur da nömrə, mən də silmişəm. Ay qız, sən qızımı tanımırsan, sən özün bacarmırsan oyuna. Mən necə bacarım sənin qızınla? Alıcıydı əlindən telefonu, baxıcıydı da Qumru vızbaşma boyda hərflərlə yazmışam. Qoymazdın getməyə. Ağıl yoxdur səndə ay qız. Yenə də günahkar mən oldum ya, ay Xavər. Bacarmıram da mən onlarla. Bu
qız başımıza bir iş açmasa yaxşıdır. Xavərdən nə istəyirsən? Başa düşmədim. Sən niyə soruşursan? Eşitdiyimə görə onun bağını almaq istəyirsən. O bağdan əlini çək. Sənə satmayacaq. Bunun sənə nə dəxli? Sən niyə qarışırsan Nasim? Sənə yenə deyirəm. Xavəri narahat eləmə. Nasim müəllim, onun bağı mənim otel layihəmə mane olur. Başa düşdün? Cəhənnəmə sənin otel layihənə mane olur. Lazımsa get başqa yerdə otel tik. Deyəsən, qoza yaşında aşıq olmusan, hə? Həddini aşma. Deyəsən, sənin qabağa həmişə uşaq çıxıb, hə? Əzincə rahat yaşamısan. Yəqin ki, sən çətin adama rast gəlməmisən. Bağışlayın, bu çətin adam sizsiniz. Bax, mən 19 ildir bu bıçağı özümlə gəzdirirəm. Hər söhbət üçün bu bıçaq çıxmayıb. Bilirsən niyə? Bax, bu bıçaq çıxdısa, mütləq qan düşəcək. Öldürəcəksən məni? Lazım gələrsə, heç gözümü də qırpmaram. Sən nə danışırsan? Nasim müəllim, sakitləş. Mənə bağ lazımdır, xanım yox. Bağ mənim, xavər sənin. Dedim ki, həddini aşma. Xavərdən əlini çək. Onun bağından əlbi üz. Bir də onun dalınca adam göndərsən, həmin adamın kəlləsini sənə göndərəcəyim. Sonra da gəlib boğazını üzəcəyim. Sən hələ köhnə aləmdəsən. Köhnə aləmdən xəbərin varsa, bil, onlar sözü bir dəfə deyirlər. Fira. Fira, mən bilmirəm nə deyim. İnan ki, heç ağlıma gəlməzdi ki, sən Seyranın bilirəm sənin üçün indi necə çətindir. Amma inan ki, mən də heç vaxt belə pis vəziyyətdə qalmamışdım. Fira, mən səni həqiqətən çox sevirəm. Bilirəm, Seyran da səni çox sevir. Sənsiz yaşaya bilmir. Boşansan, onu məhv eləyəcəksən, boşanmasan da özünü. Mən belə insan deyildim. Belə şeyə görə kimsə qınıyardım, amma sevgi insanı hər şeyə məcbur edir.
Mən sənə xoşbəxt olmağını istəyirəm Fidan. Mən bilmirəm niyə. Bilmirəm. Elə mən də bilmirəm. Amma üçümüzün həyatı da bundan sonra sənin əlindədir. Qərarı sən verməlisən. Amma xahiş edirəm, ürəyinin səsinə qulaq as. Fidan. Sənin ürəyində mənə yer var. Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Sıyrılıb hər dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam. Bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə, oyanıb qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam. Dirilən adam.